Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin emmə ba'd. Qəlblərin islahı haqqında hədislər. Davam edirik. Və şeyx başlıq açır buyurur ki, Hidayətul qulub minnətun ilahiyyə. Qəlblərin hidayəti ilahi bir minnətdir. İlahi bir nemətdir. Yəni Allahın verdiyi bir nemətlərdəndir. Bir əzəmətli bir hədis gətirir şeyx burada. Buyurur ki, An İbn Abbas radiyallahu anhuma. İbn Abbas radiyallahu anhuma rivayet edir ki, Qal, Kənən Nəbiyyü sallallahu aleyhi ve sellem yəd'u yəqul. İbn Abbas radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyərək dua edirdi. Rabbi, a'inni və la tu'in aleyyə. Ey Rəbbim, itayətlərdə mənə yardım et və mənə qarşı yardım etmə. Yəni bu nə mənadadır? Yəni məni itayətdən yayındıranlara yardım etmə. İnsan və cin şeytanlardan və s. Yəni nə ki mənə mane olur bu şeylərdə, mənə bu baxımından yox, əksinə, mənə itayətlərdə yardım et. Sonra deyir ki, Vansurni və la tansur aleyyə. Düşmənlərimə qarşı mənə yardım et. Onların mənə qələbə çalmasında onlara yardım etmə. Mənə yardım et ki, mən onlara qələbə çalım. Vəmkur li və la təmkur aleyyə. Və həmçinin onların mənə qarşı hilə etməsinə yardım etmə. Əksinə, mənim xeyrimə hilə et onlara qarşı. Çünki Allah Azza və Cəllə hilə qurandır və hilə quranların ən xeyirlisidir. Yəni, burada da vəmkurli, mənim xeyrimə, mənim üçün hilə qur, yəni düşmənlərin hiss etmədən onlara hilə qur. Allah Azza və Cəllə hilə quranların ən xeyirlisidir. Peyğəmbər sallallahu aleyhi ve sellem pislik eləmək istəyənlər var. Düzdür, var idi. Ona qarşı hilə işlətmək istəyənlər var idi. Və bu dua ilə Peyğəmbər sallallahu aleyhi ve sellem Allahdan istəyir ki, onların o hiləsini onların özlərinə qarşı elə. Mənə qarşı nəsə bir pislik etmələrinə izin vermə. Sonra davam eləyir. Vahdini və yassiril hudəli. Və mənə hidayət elə. Mənə hidayət elə. Həmən o hidayəti mənim üçün asanlaşdır. Vansurni alə mən bəğa aleyyə. Kim ki mənə qarşı həddi aşır, onlara qarşı mənə yardım et. Rabbi cəalni ləkə şəkkəra. Ey Rəbbim, məni sənə çox şükür edənlərdən et. Ləkə zəkkəra. Səni çox zikr edənlərdən et. Ləkə rəhəbə. Sənə tərəf yönələnlərdən et. Qorxu içində, qorxaraq Allaha yönələnlərdən et məni. Sənə tərəf yönələnlərdən et. Ləkə mitva'a. Sənin qarşısında boyun əyənlərdən et məni. Sənə itayət edənlərdən et məni. Ləkə muxbitən. Eyni zamanda yenə sənə qarşı xüşulu olmağı, sənə boyun əyib, xüşulu bir şəkildə sənə ibadət etməyə mənə nəsib et. İleykə əvvəhən munibə. Sənə çoxlu dua etməyi mənə nəsib et. Məni, yəni, sənə çoxlu dua edənlərdən et, sənə yönələnlərdən et. Rabbi təqabbəl təvbəti. Ey Rəbbim, mənim tövbəmi qəbul et. Vəğsil həvbəti. Mənim xətalarımı, qüsurlarımı, günahlarımı yuh. Və əcib dəvəti. Mənim dualarıma cavab ver. Və thəbbit hüccəti. Mənim o dəlilimi möhkəmləşdir. Hüccətimi möhkəmləşdir. Yəni, Allah olan dəvətdə mənim hüccətimi, dəlilimi sabit elə. Və səddid lisəni. Dilimi doğru et. Dilim düz danışsın. Haqqı desin yəni. Vəhdi qalbi. Qəlbimi hidayət et. Vəslul saximətə sadri. Bu deməli, bu hədis, görürüz nə qədər burada dualar var, qardaşlar. Çox əzəmətli bir hədisdir. İmam Əhməd rivayət edib, Abu Davud rivayət edib, Tirmizi və Nəsai və İbn Məcə və Şeyx Albani səhihləşdirib. Bu hədisin səhih olduğunu deyib. Və
Və bu yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin əzəmətli dualarındandır. Hansı ki, yəni biz də bu cür dua etməliyik Rəbbimizə. Və Şeyx Abdurrazaq Əl-Bədr Hafizullah deyir ki, bu hədis ona dəlalət edir ki, qəlblərin hidayəti Allah tərəfindən verilmiş bir nemətdir. Bir paydır, bir Rabbani bir hədiyyə kimidir. Allah Azze və Cəllə istədiyini doğru yola yönəldir. Bu da Allahın ona bir fəziləti və bir minnətidir. Necə ki, Allah Azze və Cəllə Hucurat surəsi 7-ci 8-ci ayələrində buyurur ki: "Vəlakinnallaha habbaba ileykumul iman və zeyyenehu fi qulubikum və kerraha ileykumul kufra vel fusuqa vel isyan ulaika humur raşidun. Fadlan minallahi və ni'me vallahu alimun hakim." Bax, bu ayədə Allah Azze və Cəllə buyurur ki, lakin Allah sizə imanı sevdirmiş, onu qəlblərinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır. Bunlar Allahın lütfü və neməti sayəsindədir. Allah hər şeyi biləndir, hikmət sahibidir. Həqiqətən hidayət Allahın əlindədir. Allah Azze və Cəllə istədiyinə hidayət edir, istədiyinin qəlbinə hidayəti sevdirir və istədiyinin qəlbini həmən o hidayətlə gözəlləşdirir. Və eyni zamanda əksini küfrü, fasiqliyi, üsyanı onlara nifrət elətdirir. Necə ki buyurur ki, "Ulaikə humur raşidun." Doğru yola yönələnlər məhz onlardır. Rüşddə biz keçən dəfə də keçmişdik. Bir var sadəcə bir şeyi bilmək, bir də var həm əməl baxımından, həm hidayət baxımından doğru yolda olmaq. Həm yəni bilir, həm də buna nə edir? Əməl edir. İbnül Qayyim rahimehullah görün bu haqda nə deyir? Deyir ki, Allah Azze və Cəllənin imanı öz mömin bəndələrinə, öz mömin qullarına sevdirməsi bu cür olur. Allah Azze və Cəllə öz sevgisini onların qəlblərinə salır və bunu da Allahdan başqası edə bilməz. Yəni qulların qəlbinə Allahın sevgisini Allahdan başqası sala bilməz. Və bu da deyir, xalis olaraq Allah Azze və Cəllənin fəzilətidir. Allahdan olan bir nemətdir. Çünki deyir Allah Azze və Cəllə bax, deyir insanları, qulları öz başı başına buraxmır bu məsələdə. Öz başı başına buraxmır. Onların qəlbinə öz sevgisini Allah Azze və Cəllə özü salır. Və onun ziddinə, Allahın o sevgisinə zidd olan şeylərə nifrəti də yenə də Allah Azze və Cəllə onların qəlbinə yerləşdirir.